Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu videoda sizlərə İslam tarixindən bəhs edəcəyik. Bu video silsəli videonun ilk giriş videosu olacaq ki, İslam zuhur etmədiyi dövrdən əvvəlki ərəblərin və Ərəbistan yarımadasının ümumi vəziyyəti haqqında sizlərə danışacağıq. Gəlin baxaq ki, İslam zuhur etmədən əvvəl ərəblərin ümumi vəziyyətləri nə yerdə idi? Ərəblər ki, İslam gəlmədən əvvəl onlara cahiliyyə dövrü deyilir ərəblərin o İslamdan əvvəlki dövrlərindən. Lakin bu cahiliyyə dövrü isimdən, kəlməsindən götürülərək yanlış anlaşılmamalıdır. Çünki onlara cahil elmdə və ya mədəniyyətdə və ya şeirdə deyil, dində cahil adlanırlar. Yəni onlar bütə sitayiş edirdilər, tək Allahlıq inancından üz döndərmişdilər. Buna görə onların dini inancları cahil xarakterlə daşıyırdı. Yəni ümumi olaraq o dövrdə İslamdan əvvəl yaşayan insanlara deyə bu cahil ismi verilməmişdi. Təbii ki, onların bəzi əməlləri də var idi ki, o əməllər həqiqətən cahil insanların gördüyü əməllər idi. Onların növbəti videolarda və ya mövzularda danışacaq. Amma ümumi olaraq o cahil sözü ümumi mənada deyil, sadəcə dini anlamda tarixçilərə görə qeyd olunur ki, cahil kəlməsi verilmişdir. Ərəbistan yarımadasında dini sitayiş bütpərəstlik üzərində idi İslam gəlmədən öncə. Lakin bunu ətraflı qeyd etmədən öncə sizlərə Ərəbistan yarımadası haqqında, coğrafiyası haqqında danışmaq istəyirəm biraz. Ərəbistan yarımadası bildiyiniz qədər Qırmızı dənizin sahilində yerləşən bir coğrafiyadır. Bir neçə sahil, dəniz sahili yaxınında yerləşir bu bölgə. Lakin onunla belə bu bölgədə səhralıqlar çoxdur. Ona görə də quraqlıqlar və bəzi bölgələrdə isə heç tamamilə yaşayış olmamışdır. Lakin bununla belə İslamdan öncə Ərəbistan yarımadasının bəzi bölgələrində dövlətlər olmuşdur. Bu dövlətlərin əsası Cənubi Ərəbistan yarımadası bölünür. Ərəbistan yarımadası iki bölgə təbii ki bölünür. Şimali və Cənubi və bu iki bölgədə dövlətlər olmuşdur. Amma əsas dövlətlər bizim, yəni tarixi mənbələrdən əldə etdiyimiz dövlətlər Cənubi Ərəbistan yarımadasında olmuşdur. Yaxşı, bəs bu ərəblər dediyimiz millət kimdir? Bu ərəblər dediyimiz millət İbrahim peyğəmbərin oğlu İsmail peyğəmbərin övladlarından gəldiyi deyilən bir millətdir. Yəni tarixçilərə görə ərəblərin ataları İsmail peyğəmbər olub, Yahudilərin atası isə İsa peyğəmbər olub qeyd edirlər. Ona görə ərəblərin ümumi nəslinin İbrahim peyğəmbərdən, yəni dolayısıyla İsmail peyğəmbərdən gəldiyi qeyd olunmaqdadır. Lakin Qəhtanilər və Ədnanilər deyilən də bir termin var ki, və bu ümumi bir ərəb qövmü və xalqları arasında yayılmış bir ad olmuşdur. Səhv eləmirəmsə bunların dövlətləri də qəbilə tipli dövlətdən gedir təbii ki olmuşdur. Qəhtanilər biz baxdıqda kimlərdir? Bunlara xalis ərəblər deyirlər. Ədnanilər isə qeyri-xalis ərəblər. Yəni ərəblər özləri iki hissəyə bölünür. Amma bəzi tarixçilərə görə, hətta bir çox tarixçilərə görə əsl ərəblər Yəməndən olan ərəblərdir. Qalan digər ərəb ölkələrində olan ərəblər sonradan ərəbləşmiş xalqlardır. Bunu qeyd edən tarixçilər də təbii ki çoxdur. İndi isə gəlik yarımadanın cənub hissəsində olan dövlətlərə ki, biraz öncə sizə qeyd eləmişdik bu barədə. Yarımadanın cənub hissəsində olan dövlətlərə baxdıqca biz burada Quran-ı Kərimdən adın eşitdiyimiz bir dövlətə rast gəlirik. Bu dövlət nə dövlətidir? Səba dövlətidir. Səba dövlətini biz təbii ki Süleyman peyğəmbərin hadisəsindən Quran-ı Kərimdə tanış olmuşuq, bilirik. Bu hadisə nə idi? Bilqeys oranın hökmdarının, qadın hökmdarı barəsində Quran-ı Kərimdə qeyd olunurdu. Təbii ki, eyni Səba dövləti həmən Süleyman peyğəmbərin olduğu dövrdə olan dövlətdən getdiyini tarixçilər qeyd edirlər. Yəni bu Cənubi Ərəbistanda olmuş bir dövlətdən söhbət gedir ki, bu Quran-ı Kərimdə də nəql olunur. Quran-ı Kərimdə də Allah tərəfindən burada bu ayə nazil olunur. İndi Səba dövlətində baxdığımız zaman bu mərkəzləşmiş bir dövlət idi, güclü bir dövlət idi. Lakin sonralardan bu dövlətin də varlığına son qoyulduğunu görürük. Bundan sonra isə biz nə ilə tanış oluruq? Yerusəlim, yəni Yerusəlim adlanan, yəni Qudüs bölgəsi ki var.
Fələstin, indiki Fələstin ərazisi də qeyd edə bilərik. O dövrdə oradan yaşayan Roma dövləti oranı işğal etdiyinə görə oradan yəhudilər qaçırlar başqa bir dövlətin ərazisinə. Bu dövlət də Həmirilər adlanan bir dövlət idi ki, coğrafiyası Ərəbistan yarımadasının bir hissəsini əhatə eləməkdə idi. Sonradan bu Həmirilər dövlətinin başçısı Yəhudiliyi qəbul edir və adını Yusif qoyur və onun dövlətin arasında yaşayan Nəzran xristianlarını qətl etməyə başlayır. Bu Qurani-Kərimdə də qeyd olunmuş bir hadisədir ki, orada yaşayan və həqiqi xristian olan bir hissəni Həməri kralı öldürür. Bu hadisədən sonra Həbəşistan kralı Roma imperiyası ilə əlaqə qurur və kömək istəyir xristianlara. Roma imperiyası sonra gəlib bu dövlətin də varlığına son qoyur. Sonradan biz Peyğəmbərin anadan olacağı bir tarix, yaxın tarixlə bağlı bir hadisə var ki, Peyğəmbər o hadisədən 52 gün sonra tarixlər deyirlər anadan olub. Bu hadisə nə idi? Fil hadisəsi. 550-lərdə tarixçilər qeyd edirlər ki, Əbrəhə ilə bir sərkərdə Həbəşistanı dövləti ələ keçirir və sonradan Kəbə evinə görə 570-lərdə Məkkəyə basqın edir. Lakin Quran-Kərimdə də bildiyiniz kimi keçən ayələr əsasında Allah Taala orada əbabil quşları ilə çınqıl daşları atır və ordunu məhv edir. Bu hadisə ilə biz zaten tanışıq. Bu hadisə ilə ərəblər fil hadisəsi adını qoyurlar və yeni bir təqvim fil ili deyirlər. Yəni fil ili nə idi? Məsələn, bir insan anadan olubsa fil ilindən bir ay sonra anadan olub, bir il sonra fil ilindən 2 ay əvvəl anadan olub, belə bir deyim başlayır. Ta ki İslam gəlir, hicrət hadisəsi olur, gələcək videolarda bəhs edəcək. Onda ki artıq fil hadisəsi deyil, hicrət hadisəsindən təqvim ölçülməyə başlar. Amma o dövrlərə kimi fil hadisəsindən qeyd olunur və Peyğəmbərin sallallahu aleyhi və səlləmin də anadan olması fil hadisəsindən 52 gün sonra kimi tarixçilər qeyd edirlər. Təbii ki, burada bəzi müxtəlif rəqəmlər var, amma əsasən tarixçilər bunun üstündə qeyd edirlər. Bəs bizim bu Ərəbistan yarımadasında bildiyimiz müqəddəs şəhərlər ki var, Məkkə, Yəsrib, sonradan İslam zuhur etdiyi, gəldikdən sonra adlanan Mədinə və ya Mədinətün Nəbi də Peyğəmbər şəhəri adlanan bu şəhərlərin bölgəsindən danışmaq istəyirəm. Bu bölgə Hicaz bölgəsi adlanır. Ərəbistan yarımadasının bir hissəsini əhatə etməkdədir. Əsas şəhərləri isə Məkkə və Mədinə şəhərləri idi. Bunlar bu şəhərlər Ərəbistan yarımadasında daha sivilizasiyadan öndə mədəniləşmiş şəhərlər, daha çox belə deyək də şəhərləşmiş bir bölgələr idilər. Yəni bildiyimiz evlər, ticarət, əkin sahələri çox idi. Buna səbəb nə idi? Məsələn, bölgədə bir çox şəhərlərdə sulama sistemləri yox idi, çaylar yox idi. Lakin Mədinədə sulama sistemləri daha çox inkişaf etmiş, su qıtlığı olmadığından burada xurma ağacları və digər əkin sahələri var idilər. Ona görə də bu şəhər daha belə sivilizasiyaya ayaq uydurmuşdu deyək. Eyni ilə Məkkə şəhəri də belə idi. Bu şəhərdə də Kəbə evi olduğuna görə digər bölgələrdən ticarət karvanları bura gəlib, buranı ziyarət edirdilər. Bu səbəbdən də Məkkə və Mədinə şəhərləri o bölgədə öndə bir şəhər deyə bilərik. Lakin digər coğrafiyada bir çox bölgə var ki, həqiqətən sivilizasiyadan çox uzaq qalmışdılar. Bu şəhərlərə baxdıqda bəzən biz bunu görürük ki, bu şəhərlərin əhalisi arasında səmavi dinlərə inananlar da var. Az öncə də qeyd etdiyim kimi, bu Qudüs bölgəsinə Romalıların, xristianların basqını nəticəsində Yahudilərin qaçıb gəldiyi bölgələrdən biri də Yəsrib, yəni Mədinə şəhəri idi. Burada da 3 qəbilə var idi ki, sonraki videolarda sizə bəhs eləmək istəyirik. Yaxşı, bəs bu şəhərlərin əhalisi hansı dinə sitayiş edirdilər? Bu şəhərlərin əhalisi səmavi dinlərə sitayiş edən az idi. İlk öncə onu qeyd edeyim. Əsasən günəşə, aya və ya bütlərə sitayiş edirdilər, yəni bütpərəstlik geniş yayılmışdı. Bədəvi ərəblər arasında demək olar ki, bütpərəstlik, bütə sitayiş eləmək ən çox yayılmış inanc mövqeyi idi. Burada biz bəzi bütləri görürük. Məsələn, Lat Uzda kimi bütlər var, Mənat bütü var ki,
Bəziləri Quranda da bunlar ismi keçməkdədir. Lakin Məkkədə, Qureyşdə, yəni Məkkənin ətrafında yaşayan Qureyş qəbiləsi tayfası arasında ən çox yayılan büt və ən müqəddəs bildikləri Hübəl büt idi ki, Kəbənin içində qoymuşlar o bütü də. İzləyicilər deyə bilərlər ki, bəs o dövrdə tək Allah inancına inanan başqa bir insanlar yox idi. Bəli, var idi. İbrahim peyğəmbərin davamçıları bilinən və onun dinində qalan kimi hənif deyilən şəxslər tək Allah inancına məxsus idilər. Bunlardan Mədinə və Məkkə şəhərində çox az idi. Əsasən Məkkə şəhərində bunlardan olduğu qeyd olunur. Mədinədə olduğu isə çox az rəvayətlər keçməkdədir. O Məkkədə bunlardan çox az sayda var olduğunu qeyd edirlər. Təbii ki, Peyğəmbərimizin də babaları bu inancda olublar kimi tarixçilər, rəvayətlər qeyd edirlər. Bu dinin inancı olanları da tək Allah inancındadır. Bundan əlavə bayaq da qeyd elədik ki, səmavi dinlərdən də, yəni Yahudilik, Xristianlıqdan da olanların sayı az idi, amma var idilər. Bunlar Xristianlar hardan yayıldı? Həbəşistan Xristian dövlət olduğuna görə və Romalıların himayəsində olduğuna görə bəzi tacirlər Suriyaya və Həbəşistana gedəndə Xristianlığı öyrənib geri qayıdırdılar. Beləliklə barmaq sayı qədər də bir Xristian var idi. Yahudilik isə qeyd etdiyimiz kimi Qüdüsdən qovularaq qaçıb Mədinəyə gələn Yahudi insanlar idi. Lakin bunların da çox dərinə getmədən sizə bildirmək istəyirəm ki, qeyd etdiyimiz indiki Yahudilərlə və əsl Yahudilərlə biraz da fərq edir. Yəni bildiyimiz bu Yahudi dinində olmaları belə onların şübhəlidir. Yəni ümumi olaraq onlar Qüdüsdən çıxıb gəlmişdilər. Əllərində bir dini Tövrat yox idi. İnanc sistemləri ona görə artıq biraz da belə deyək, ərəbləşmişdi. Yəni ərəblərin adət-ənənəsini götürmüşdülər öz inanclarına. Tam olaraq Yahudi inancında idilər demək biraz şübhəlidir əslində. Yəni belə ümumi olaraq İslamın zuhur etmədiyi dövrdən əvvəl Ərəbistan yarımadasının ümumi vəziyyəti belə idi. Niyə onlara cahiliyyə dövrü deyirik, niyə onlara cahil ərəblər deyirik və ya tarixdə ümumi belə başlığı var. İslamdan əvvəlki dövr cahiliyyə dövrü gedir. İnsanların belə dedik, obşi ümumilikdə cahil olması deyil, amma dində, dini bilikdə və ya öz qızlarını sağ ikən qız övlad olub deyə diri-diri torpağa bastırmalarına görə biz, inanc sistemlərinə görə biz onlara cahil deyirik. Yoxsa ərəblərdə şeir, ədəbiyyat çox yayılmışdı. Bunlar o qədər güclü hafizələri, yaddaşları var idi ki, şeirləri deyib yadlarında əzbərdən saxlayırdılar. Yazmırdılar bir araya və ya şahmat oyununu taxtası ilə deyil də dəvə üstünə gedərək əzbərdən oynayırmışlar. Yəni onların yaddaşları və ya ədəbiyyat bilikləri həqiqətən güclü olub. Lakin dini inancda, dini məsələlərdə və bəzi cahil düşüncələr olduğuna görə qızları, qız övladları olduqları üçün diri-diri bastırdıqlarına görə onlara o dövrə cahiliyyə dövrü deyilib. Yəni onun cahiliyyə sözünün ilk mənasını izah etmək istədim ki, sizə ki, İslamdan öncəki o yanlış anlaşılmasın. Bəzi insanlar yanlış anlayıb elə bilirlər ki, İslam tarixçiləri ona görə cahiliyyə dövrü deyirlər ki, İslam gəlmədən əvvəl oradakı ərəblər elmdən, ədəbiyyatdan, hər şeydən uzaq idilər. Xeyr, ona görə deyildi. Ümumi o məsələyə görə deyil, xüsusi məsələlərə görə, inanc sistemlərinə görə o ad qoyulmuşdu. Amma ümumi olaraq digər məsələlərdə də ərəblərdə yazma oxuma yox idi. Məsələn, o məsələni də qeyd etmək lazımdır ki, izləyicilərimiz bilsin. Məsələn, Məkkədə barmaq sayı qədər insan yazıb oxuma bilirdi. Bunlar nə qədər idi? Maksimum deyilən İslamdan əvvəl yazıb oxuma bilən insan sayı 10 nəfər idi qeyd edirlər. Buna səbəb nədir? Buna səbəb əslində ərəblərin yazma mədəniyyətindən çox yadda saxlama mədəniyyəti olması idi. Yəni yazmağı özlərini ayıb bilirdilər, yaddaşlarının güclü olması ilə öyünürdülər. Buna görə də yazmağa çox üstünlük vermirdilər. Əziz izləyicilər, videomuzun mövzusu bura qədərdir. İslam tarixi silsilə videolarının ilk videosu olaraq bunu paylaşacağım sizlərlə. Qalan videolarda İslamın ortaya çıxması, Həzrəti Məhəmmədin sallallahu aleyhi və səlləmin həyatı haqqında danışıb, ümumi olaraq İslam tarixi, İslam mövzularına haid edən, İslam tarixi mövzularına haid edən bütün məsələləri sizlərlə müzakirə edə videolar paylaşılacaq. Beləliklə biz videomuzun sonuna gəldik. Digər videolarda görüşmək ümidi ilə. Sağ olun.